Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Esselamu aleykum cəmiən və rəhmətullahi və bərəkətuh. Əziz izləyicilər, xoş gördük sizləri bu müqəddəs, mübarək Ramazan ayı günlərində. Dəyərli izləyicilər, bugünkü mövzum niyyət haqqındadır. Bildiyiniz kimi niyyət İslam dinində xüsusi rola malikdir. Hətta hər bir əməli niyyətə bağlayırlar. Necə ki, hədislərimizdə qeyd olunmuşdur. İnnəməl ə'məlu bin-niyyət. Niyyət əməldən üstündür. Orucluqda niyyət nədir? Niyyət, Allahın əmrinə itaət məqsədi ilə oruc tutmağa qərar vermək deməkdir. Niyyəti dil ilə demək vacib deyil, qəlbdən keçirmək belə kifayətdir. Niyyətin vaxtı. Ramazan ayının orucu üçün gecədən sübh azanına qədər oruc niyyəti etmək vacibdir. Bir neçə vacib məsələ Ramazan ayında hər gün üçün ayrıca niyyət etmək lazımdır. Bəli, ola bilər ki, bir ay boyunca əvvəldən niyyət edirsən, lakin daha yaxşı olar ki, hər gecədən, hər gün üçün ayrıca niyyət edəsən. Oruc tutmağa mane olan səfər və yaxud da xəstəlik baş verərsə, niyyət dəyişirilir. Əgər bir insan sübhə qədər tərəddüd edərsə, və yaxud da sübhdən sonra niyyət etməyə qərar verərsə, onun orucu sayılmır. Niyyəti pozan hallar. Orucu davam etdirməməyə qərar vermək. Eyni zamanda gün ərzində orucu tutmamaq üçün qəti qərar vermək. Hətta yeməsə belə orucu sayılmır və batilidir. Dəyərli izləyicilər, oruc tutmağın əsas şərtlərindən biri də niyyətdə davamlı qalmasıdır. Niyyət yalnız gecə etmək deyil, bəlkə gün ərzində Allah rızası üçün orucu davam etdirmək qərarında qalmaq deməkdir. Oruc pozmağa qəti qərar vermək. Məsələn, birazdan su içəcəyəm deyə qəti qərar verərsə, hətta sonradan o suyu içməkdən vaz keçərsə belə niyyət düzgün sayılmır. Niyyətdə tərəddüd etmək. Orucu davam etdirib etdirməməsində qərarsız qalarsa, orucun düzgünlüyünü pozur. Niyyəti pozmayan hallar, məsələn, aclıqdan şikayət etmək və yaxud da yemək istəmək, lakin orucu davam etdirmək qərarında qalmaq. Kaş iftar vaxtı tez olsaydı demək, orucun niyyətini pozmur və həmçinin orucu açmaq fikrində olmaq, lakin bunu qəti qərar halına gətirməmək niyyəti pozmur. Oruc yalnız yemək və içməkdən çəkinmək deyil, niyyətin qorunması və eyni zamanda zehninin ona doğru fokuslanması, orucun davam etdirmə fikrində qalması vacibdir. Dəyərli izləyicilər, bildiyiniz kimi orucluğun hökmləri həqiqətən olduqca çoxdur. Bu günlük niyyətin davamlı olması barəsində sizlərin xidmətinizdə oldum. Esselamu aleykum və rəhmətullahi və bərəkətuh.